Salam, hər vaxtınız xeyir olsun. Mən Dost Akademi Təlim və Tədris Mərkəzinin Azərbaycan dili və metodika müəllimi Solmaz Məmmədova. Sizlərə Tədris Mərkəzimiz tərəfindən 9 mart tarixində 1-ci sinif şagirdləri üçün keçirilmiş sınaq imtahanında istifadə olunmuş Azərbaycan dili və riyaziyyat suallarının izahını verəcəyəm. İlk 20 sual Azərbaycan dili suallarının izahı olacaq, növbəti 20 sual isə riyaziyyat suallarının izahı olmuş olacaq. Başlayaq sualların izahına. Sual 1. Fidan 3 nöqtələr. Sənətini çox sevir. Onun sevdiyi sənətin adında ə hərfi yoxdur. Bu hansı sənətdir? Müəllimdə ə, rəssamda ə hərfi var. Tibb bacısında ə hərfi yoxdur. Demək, Fidan tibb bacısı sənətini çox sevir. Cavab C variantıdır. Sual 2. Bayrağımızdakı hansı rəng 3 hecadan ibarətdir? Mavi, yaşıl. Bunlar 2 hecalıdır. Qırmızı 3 hecalıdır. 3-ünün sayı səsi var. Cavab B variantıdır. Sual 3. Anamın anası mənim, xalamdır, nənəmdir, bibimdir. Anamın anası mənim, nənəmdir. Anamın bacısı mənim xalamdır. Atamın bacısı mənim bibimdir. Anamın anası mənim nənəmdir. Cavab B variantıdır. Sual 4. Dilarə, Səbinə, Lalə. Bu sözlər hansı suala cavab verir? Kim, nə, hara? Kim, Dilarə, Kim, Səbinə, Kim, Lalə. Cavab A variantı. Şəkildəki əşyanın adını düzəltmək üçün salat sözündən hansı hərfi silmək lazımdır? Şəkildəki əşya nədir burada? Saatdır. Demək ki, salat sözündə L hərfini silmək lazımdır ki, saat sözü yaransın. Cavab C variantıdır. Sual 6. Hansı cümlədir? Kitab oxumağı sevirəm. Burada bitmiş fikir var. Sonuna nöqtə qoyulub, demək cümlədir. Maraqlı nağıl bu söz birləşməsidir. 2 sözdən ibarətdir. Bakı sadəcə bir dənə sözdür. Kitab oxumağı sevirəm cümlədir. Cavab A. Heca misalının cavabı hansıdır? Nənə, nənə, ənənə, nənə. Nənə, ənənə, nə. Demək ki, nənə. Burada cavab hansı oldu? Ənənə. Cavab B variantı. Sual 8. Ay sözündəki Sait və Samit səslərini müəyyən edin. A. Sait, Y. Samit. Sait üzərinə gəlsin. Samit. A variantı. Sual 9. Cümlə nədən yaranır? Səslərdən, sözlərdən, hərflərdən. Cümlə sözlərdən yaranır. Məsələn, baxın, bayaqki cümləyə baxaq. Kitab oxumağı sevirəm. Bu cümlədir. Kitab oxumaq sevirəm sözlərindən yaranmışdır. Cümlə nədən yaranır? Sözlərdən yaranır. B variantı. Şəkildəki nədir? İşıqfor, yeraltı keçid, yerüstü keçid. Şəkildəki nədir? Yerüstü keçiddir. C variantı. Sual 11. Sözlərdən hansının mənası yanlış verilmişdir? Tamahkar, acgöz, qəzəblənmək, hisslənmək, zalım, mərhəmətli, insaflı, mehriban. Zalım, mərhəmətli, insaflı, mehriban deyil. Əksinə, zalım insan mərhəmətsiz insandır, insafsızdır. Cavab C variantıdır. Sual 12. Verilmiş suallara uyğun gələn cümləni seç. Kim, kimdən, nəyi, nə etdi? Tacir Toğruldan fırçanı aldı. Nə etdi? Aldı. Kim aldı? Tacir aldı. Kimdən aldı? Toğruldan aldı. Nəyi aldı? Fırçanı aldı. Cavab elə A variantıdır. Toğrul fırça ilə gəmi çəkdi. Nə etdi? Çəkdi. Kim? Toğrul. Nə çəkdi? Gəmi çəkdi. Nə ilə? Fırça ilə. Ətrafdakı çiçəklər canlandı. Nə etdi? Canlandı. Nə canlandı? Çiçəklər canlandı. Hansı çiçəklər ətrafdakı? Demək qaldı A variantı. Sonra sual 12. Verilmiş əlamətə uyğun gəlməyən ad bildirən söz hansıdır? Şirin meyvə, şirin konfet olur. Amma şirin soğan olmur axı. C variantı. Sual 14. K səsinin işləndiyi sözlər cərgəsini müəyyən et. Köynək, kələm, kənd, park. Köynək, kələm, K-dır. Kənddə K-dır, parkda K-dır. Kaktus, kosmos. Burada K-dır, K səsdir. B variantı. Sual 15. Hansı sözün yazışı səhvdir? Bulaq, yemək, düz yazılıb. Dəniz yox, dəniz. B variantı. Sual 16. Əlifbadakı sıra nömrəsinə uyğun olaraq hərfləri yerinə yaz və gülün adını tap. 17, 13, 32, 13, 18, 9, 29, 18. Aha. A-da qızılgül, B-də lalə, C-də də nədir? Qərənfil. Məsələn, B-də lalədir. Lalə 4 dənə hərfdir axı. Demək, bu uyğun deyil. B variantını çıxartdı. Qaldı A-dan C. Sonra baxın. 17, 13, 32. 32, yəni sonuncu hərfimiz hansı hərfdir? Z hərfidir. Qərənfildə Z hərfi yoxdur, amma qızılgüldə var. Həm də 13-lər təkrarlanır. Qızılgül, yəni 2 dənə I hərfi təkrarlanmış olur. Qızılgül.
13'lər I, 32 Z, qaldı nə? A variantı. Sonra sual 17. Nöqtələrin yerinə hansı şəklin adını yazsaq, heyvan adı alınar. Dələn. Demək, burada mavi rəngli almadır, burada da ağacdır. Nə olacaq? Ağac, dələn. Nöqtələrin yerinə hansı şəklin adını yazsaq, heyvan adı alınar. Dələn, ağac, dələn. C variantıdır. Sual 18. Fikirlərdən biri səhvdir. Şəxs adları yalnız cümlənin əvvəlində böyük hərflə yazılır. Cavab elə A variantıdır. Şəxs adları, yəni adam adlarıdır. Adam adları da cümlənin əvvəlindədir, ortasında da, sonunda da böyük hərflə yazılmış olur. Cavab elə A-dır. Azərbaycanda ən böyük uşaq kitabxanası Firidun bəy Köçərlinin adı ilə bağlıdır. Doğrudur. Misra şeirin ayrılıqda götürülmüş bir sətridir. Bu da doğru olan bir fikirdir. Sual 19. Hansı kəpənəyin qanatları üzərində verilmiş sözlər yaxın mənalıdır? Qoca, cavan, qoca, yaşlı, gözəl, çirkin. Qoca, cavan, gözəl, çirkin. Bunlar əks mənalıdır. Amma qoca, yaşlı yaxın mənalıdır. Bizə də yaxın mənalını istəyir. B variantı. Sual 20. Hansı cərgə say bildirən sözlərdən ibarətdir? Xoşbəxt, rəngli. Bunlar əlamət bildirir. Danışdı, oxudu, hərəkət bildirir. 5-ci çoxlu, bunlar say bildirir. Cavab B variantıdır. Azərbaycan dili suallarının izahı yekunlaşdı. Keçək riyaziyyat suallarının izahına. Sual 1. Şəkildəki ədəd üçlüyündə sual işarəsi yerinə hansı ədəd olmalıdır? Demək, 4-ün üzərinə neçə gələndə 9 edəcək? 4-ün üzərində 5 gələndə 9 edir. B variantı. Sual 2. Aşağıda verilmiş misallardan hansının cavabı səhvdir? 3 üzərinə gəlsin 4, 7, 1 üzərinə gəlsin 2, 3. Bunlar düzdür. 3-ün üzərinə 0 gələndə 0 etmir. 3 edir. Cavab C variantıdır. Sual 3. Validənin 4 yaşı var. Qardaşı ondan 2 yaş böyükdür. Qardaşının neçə yaşı var? 4-ün üzərinə 2 gəlirəm. 6 yaşı var. 3-də cavab olacaq A variantı. Sual 4. Şəklə uyğun misal hansıdır? Burada 4 dənə alma şəkli var. Almanın birinin üzərindən xətt çəkib. Demək nədir? 4 çıx 1, 3. 4 çıx 1. B variantı. Sual 5. Fərdin cəmi 3 sarı şarı var. Fərdin neçə yaşıl şarı var? Fərdin cəmi 3 sarı şarı var. Fərdin neçə yaşıl şarı var? Fərdin yaşıl şarı yoxdur. Yəni 0. A variantı. Sual 6. Ədədləri müqayisə edin. 6 və 7. 6, 7-dən kiçikdir. Kiçikdir işarəsi A variantındadır. Sual 7. Ağacda 10 quş var idi. Sonra quşlardan 5'i uçub getdi. Ağacda neçə quş qaldı? Ondan 5'i çıxıran 5 quş qalmış oldu. A variantı. Sual 8. Xədicə 3-cü mərtəbədə yaşayır. 5-ci mərtəbəyə çatanda görür ki, bura onun evi deyil. Xədicə neçə mərtəbə geri qayıtsın ki, evinə çata bilsin? 5-dən 3'ü çıxıram. 2. 2 mərtəbə qayıtmalıdır ki, təzədən 3'ə düşmüş olsun. B variantı. Sual 9. Cəm 9'dur. Toplananlardan biri 6'dırsa, digər toplanan neçədir? Yəni 6'nın üzərinə neçə gələndə 9 edəcək? 6'nın üzərinə 3 gələndə 9 edəcək. B variantı. 9 ədədi 8 ədədinin hansı tərəfində yerləşir? 8'in sağında 9 yerləşir. 8'in solunu sorsaydı 7 yerləşərdi. 9 ədədi 8 ədədinin hansı tərəfində yerləşir? Sağında. A variantı. Sual 11. İfadələrin qiymətini hesablayın. 12 üzərinə gəlsin 5, 17. 17'nin üzərinə 2 gələndə 19. 8 üzərinə gəlsin 3, 11. 11'in üzərinə 8 gələndə 19. A variantı. Sual 12. Buraxılmış ədədləri ardıcıllıq gözlənilməklə bərpa edin. Demək 1, 2, 3, sonra 4, 5, 6, 7, 8, 9, 10, 2, 4, 7, 9, 2, 4, 7, 9, sonra 16, 17, 18, 19, 20, 17, bir de 19, 17, 19, B variantı. Sual 13. Alt-alta toplama əməllərini yerinə yetirin. Hansı misalın cavabı 18'e bərabərdir? A variantında 14'ün üzərində 3 gələndə 17 edir. B'də 15, 13'ün üzərində 5 gələndə 18 edir. Cavab elə B variantıdır. C'də 9'un üzərində 4 gələndə 13 edir. Sual 14. 12'dən böyük, 14'dən kiçik olan ədəd hansıdır? 12 ilə 14'ün arasında nə yerləşir? 13 yerləşir. 13 12'dən böyük, 14'dən də kiçikdir. C variantı. Sual 15. Parkda bir neçə uşaq oyun oynayırdı. Sonra 8 uşaq da onlara qoşuldu. Sonda parkda cəmi 17 nəfər oldu. Əvvəlcə parkda neçə uşaq var idi? Bir neçəsi parkda oynayırdı. Sonra 8 nəfər də gəldi. Cəmi 17 nəfər oldu. Əvvəlcə parkda neçə uşaq olduğunu necə taparıq? 17'dən 8'i çıxaraq 9 nəfər
nəfər. Əvvəl 9 nəfər vardı, sonra da 8 nəfər gəldi, cəmi oldu 17 nəfər. C variantı. Sual 16. Məntiqi ardıcıllıq baxımından sual işarəsinin yerinə hansı ədəd olmalıdır? 10, 12, 14, 16, 18, 20. 2 artır. B variantı. Sual 17. 9 üzərində gəlsin 4 misalının cəmini ona tamamlamaqla tapın. Demək, ona tamamlamaq deyir, düzdürmü? Məsələn, C-də 9-un üzərinə 2 gələndə 11 edir. C-ni çıxartdıq. B-də 9-un üzərinə 1 gələndə 10 edir. Onun da üzərinə 3 gələndə 13 edir. 14 etmir. Ona görə B-ni götürmürəm. A-da 9-un üzərinə 1 gələndə 10 edir. Onun da üzərinə 3 gələndə 13 edir. A variantı. Sual 18. Hansı fikir yanlışdır? Bəzi əşyaları 2 bərabər hissəyə bölmək olar. Bu hissələr tamın yarısıdır, düzdür. 2 ədədin cəmini tapmaq üçün uyğun sayda 2 əşya qrupunu birgə saymaq olar, düzgündür. Ondan kiçik 2 ədədin cəmi heç zaman ondan böyük ola bilməz. Məsələn, ondan kiçik 2 dənə ədəd götürək. Birini götürək 6, birini də götürək 5. 6-nın üzərində 5 gəndə neçə edəcək? 11 edəcək. Və yaxud da birini götürək 7, birini götürək 8. 7-nin üzərində 8 gəndə neçə edəcək? 15. Demək, ondan kiçik 2 ədədin cəmi ondan böyük ola bilər. Cavab C variantıdır. Sual 19. Şəkildəki qidanın yarısını müəyyənləşdirin. Məsələn, 4 yerə bölübsə, A-da 4-dən 3-üdür, B-də yarısıdır, C-də də 1 hissəsini veribsə 4-dən 1-idir. Yarısını istəyir, o da B variantındadır. Sual 20, sonuncu sual 9 çıx 8 çıx 1. 9-dan 8-i çıxanda 1 edəcək, 1-dən də 1-i çıxanda 0 edəcək. Cavab A variantı. Və bununla da sualların izahı yekunlaşdı.